bura el vurma istedi ya. Bunlar istedi bunlar istedi. Bura istedi. El vurma. Yandırar ha bu işte de var. Yandırar. Vurun kapıya. Bakalım gel buraya vur biraz. Vur. 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 Burada yeri tıbı yeri mi daha? Hele yok ama hele daha. Bak buradan vur. Ha vur. Vay bu gol. Vur. Aba tuttum. Sen kal öde Mehmet, sen kal öde bunu. Sen kal öde. Gözde tutamle sen. Çekil. Tut. Aman malacı. Evet, ha. Bir tane vurun, hadi gelin. Gol! Seni o kadar diyorum aklım başıma gelsin. Gitme de bəsdir, gəl. Güzeldi. Bazı dostluklar ebediyen sürer. Gel, saklanacak bir yer bulalım ikimiz bir. Sen benim sırdaşım ol. Biliyor musun sen benim en iyi arkadaşımsın ve seni asla bırakmayacağım. Asla. Neden Bay Anderson? Neden? Bunu neden yapıyorsun? Niye? Ayağa kalkmak niye? Kavga etmek niye?
İnandığın şeyler için kavga ettiğini mi sanıyorsun? Sağ kal. Uşaq sevinir və ayını bağışlayır. Bağışlayır. Tülkü orada axsaya qaydanda. Aferin. Özünə söz verir ki, uşaq olduğu meşədə heyvanlar gözəl yaşayırdılar. Ya bir uşaq olduğu meşədə heyvanlar gözəl yaşayırdılar. Yaşayırdılar. Bircə tülkü hərdən aranı qatar, yalan danışar, xəbərçilik edər, kiməsə böhtan atar, dava salardı. Aferin. Bir gün şir möhkəm xəstələndi. Bütün heyvanlar yığışır ona baş çəkməyə gəlir. Bircə ayı qış yuxusunda olduğundan gecə uyanır. Şaha baş çəkməyə gecikir. Yox, şaha baş çəkməyə gecikir. Tülkü yaxınlaşıb şirin qulağına pıçıldayır. Aferin. Hamı gəlib. Ayıdan başqa. Ayı ki ayı. Heç vaxt səni saymır. Heç vaxt səni saymır. Ayı uzaqdan görür. Tülkü şahın qulağına nəsə pıçıldayır. Şah qəzəblənir. Ayı nə vaxtdan şahı saymır? Şahı saymır. Öz başınadır. Onu huzuruma gətir. Ayı tülkünün ara qatmağından bezmişdi. Qərara gəlir ki, qisas alma vaxtıdır. Aferin. Buradayam. Şahım. Qəzəblənməyin. Qəzəblənməyin. Gecikməkdə məqsədim naxoşluğunuzu sağaltmaqdır. Yuxu görürdüm. Yuxuda əks-səda eşitdim. Cikcik xanım da o yana uçdu, qarını bir çörəyini götürüb aradan çıxdı. Təndir çörəyini. Göydə uçurdu. Gördü bir çuban quyun sağır. Qundu yerə çubana yaxınlaşıb dedi: Çuban qardaş, sənə isti çörək gətirmişəm. Doğra, süddə ye. Çuban sevincək çörəyi aldı. Elə ki çörəyi yeyib qutardı, Cikcik xanım ona dedi: Hə, çuban qardaş, indi çörəyimi ver, mən gedim.
Çörəyi hardan alım? Yedim qutardı. Mənə nə? Çörəyimi ver, yoxsa qoyunlarını aparacam. Cikcik xanım qanad çalıb havaya qalxdı. Kök bir qoyunu caynağına vurub apardı. Görsən, çoban onun dalınca düşdü, amma çata bilmədi. Cikcik xanım caynağında qoyun özünü yetirdi padişahın sarayına. Bura qulaq as. Gördü burada toydur. Qoyunu verdi qulluqçulara. Qulluqçular qoyunu kəsib yaxşı buzbaş bişirdilər. Gətirib qonaqlara payladılar. Cikcik xanıma yemək çatmadı. O da acığa düşüb padişaha dedi: Qoyunumu yediniz. Mən də əvəzinə gəlini götürüb qaçacam. Bunu deyib Cikcik xanım gəlinin üstünə şığırdı. Onu caynağına alıb havaya qalxdı. Cikcik xanım caynağında gəlin uçurdu. Bir ağacda saz səsi eşidib yerə endi. Gördü bir aşıq ağac kölgəsində oturub saz çalır. Dedi: Salam aşıq qardaş, gəl mən gəlini sənə verim, sən də sazını ver mənə. Aşıq gəlini götürüb getdi. Cikcik xanım da sazı alıb oturdu ağacın kölgəsində. Başladı yavaş-yavaş dıngıldatmağa. Biri var idi, biri yox idi. Cikcik xanım adında bir cığal sərçə vardı. Bura qulaq as. Bir gün bu Cikcik xanım qara tikan çəpərinin üstünə qonub tikandan tikana atılırdı. Qulaq asırsan? Hə. Qarı nənə də həyətdə təndir qalamışdı. Birdən Cikcik xanımın ayağına bir tikan batdı. Başladı ağlamağa. Qarı tikanı sərçənin ayağından çıxarıb atdı təndirə. Bura qulaq as. Az keçmiş Cikcik xanım bir o yana, bir bu yana uçub dedi: Qarı nənə, mənim tikanımı qaytar özümə. Hardan alım? Atdım təndirə, yandı. Qulaq as bura. Düz otur. Bilmirəm, tikanımı verməsən çörəyini götürüb qaçacam. Qarı qaldı mat-məətəl.